Naxçıvan Əlincə qalasına gedən yol. Bu gördüyünüz dağda Əlincə qalası yerləşir. İndi ora çıxırıq. Bu gedir. Bu Əlincəyə gedən yoldur. Bu aralda gördüyünüz isə İlanlı dağdır. Vaxtilə Ruslar, Sovet dövründə Ruslar orada ilan yetiştiriblər, ilanları buraxıblar. Ona görə bu dağda İlanlı dağ adlanır. Bu pillələr 2000-ə yaxın pillə var. 1750, 1790, 1900 daha doğrusu pillə deyirlər. Hələ ki təzə başlamışıq. Buradan görsənən mənzərə. Əlincə qalası haqqında deyim ki, 9-cu əsrdə tikilibdi. Əsasən Teymurun yürüşləri zamanı Teymura qarşı mübarizəsi ilə yadda qalıbdı. Düz 14 il Əmir Teymur Əlincəni mühasirədə saxlayır, gəlir gedir, hücum edir, tuta bilmir. Axırda qala müdafiəçiləri arasında çaxnaşma yaranır, qalanı tərk edirlər. Yalnız ondan sonra Teymur boş qalmış qalaya 1400-cü ildə daxil ola bilmişdi. Buradan görsənir. Təbii qaladır, yəni dağlar əhatə olunduğuna görə alınmaz qala olubdur. Hardasa yolun üstə birini gəlmişik. Çox su qalıbdır. Bu şəkildə yuxarıya doğru qalxır. Burası kimi onu da deyim, bəzi maşınlarla da gəlmək olar bu yolla. Bu yolla isə pilləkənlə gəlmək olur. İndi qalaya biraz da yaxınlaşdıq. Buradan daha aydın görsənir. Buradan da uzaq kəndlər. Onu deyim, Culfa rayonu ərazisidir də bura. Culfa rayonu ərazisində yerləşir. Yolun yarısını qətlədik, gəldik. Pilləkənlər davam edir hələ. Burada qala hələ yuxarıda davam edir. Burada su yığılır. Dağdan axıb gələn sular, yağış suları, qar suları burada toplanır. Burada istifadə olunur. Bu sonradan tikiləndi təbii ki. Keçmişdə burada olmuyordu. Əsas qalan su ehtiyatı yuxarıda, indi göstərəcəm, toplanırdı. Və nəhayət qalanın ən üst demək olar hissəsinə gəldik, çatdıq. Pilləkənlər burada əsas hissədə artıq başa çatır. Düzdür, yuxarıda yenə də bəzi hissələr var, belə gedir. Müdafiə mövqeləri.
Hadi mənim su. Gəlirəm. Bu nə istəsən? Hardan birinci bu nə istəsən? Neydi soruyorlar? Bura gelmiyor. Qalanın digər yüzü buradan da müdafiə olunub qala. Burada həmçinin böyük ehtimalla su saxlanılıb burada da. Dağdan axıb gələn yağış suları bu hissədə toplanarmış. Artıq buradan çox hissə görsənir. O tarafta gördüyünüz, səhv etmirəmsə, Araz çayı ola bilər. Hətta o tərəflərdə də görsənir Araz çayı. O birisi dağlar isə uzaqda görsənən dağlar. O Cənubi Azərbaycan, İran tərəfdə olan, hal-hazırda İran tərəfdə olan dağlardır. İranda yerləşən Culfa rayonu. Bu isə hələ qalanın yuxarı hissəsi də davam edir. Bura Əlincə qalasında olan təndirdir. Çörək bişirirlərmiş bunun içərisində. Burada otaqlar var. Ayzanın kəndi dayı kəndi. Dayının oldu əlimdə. Burada Şəhidlər Zirvəsi. Sənin kəndin. Aslında da bizim kəndimiz. Biraz da yuxarı çıxdıq. Sen gidip havuzu gösterim orada havuz. Havuz? Harda? Havuz da Gəlin. var. Gelin gelin de. Ama havuz da var. Deməli, buradan da açılan möhtəşəm bir mənzərə. Super. Çox super. Gün də çıxıbdı. Əməli başda artıq zirvədədir. Biz gələndə hələ təzə çıxırdı. Yəni düşmənin bura çıxması üçün demək olar ki, heç bir şans yoxdur. Keçmişdə yox idi. Hələ biraz da hündür yer var, orada çıxacaq. Oradan pilləkənlər çıxır. Deməli bu gördüyünüz su hövzəsi qalanı
su ilə təmin etməkdən ötürü bu qalaya, dağa yağan suların axıb gəlib töküldüyü yerdir. Bura dərindir. 4 metrə qədər dərinliyi var. Hal-hazırda baxımsızdır deyə suyu iylənibdir. Yəni su çəni kimi qalada istifadə olunurmuş. Yağış sularından istifadə olunurmuş. Bu da nəhayət son. Əlincə qalasının ən hündür zirvəsindəyik. Ən hündür zirvəsi. Burada da bir su çəni deyək də, belə təbii su çəni dövrünə görə su. Bu gördüyünüz bu hissə ilə su, yağış suyu qaladan dağlara yağanda yağış suyu bu gəlib tökülərmiş bura. Burada da onu istifadə edərmişlər qala müdafiəçiləri. Düzdür, yenə də hələ yuxarılara çıxmaq olur. Düzdür, burası sıldırım qayalar da. Bir də o tərəfdə bir hissədə var ki, Qalabəyinin əyləşdiyi yer olubdu. Gözətçi məntəqəsi kimi də deyə bilərik. Oradan daha yaxşı bütün Naxçıvan görsənərmiş. Bu qədər. Hər kəsin gəlib tarixlə maraqlanan, hər kəsin gəlib görməyini istərdim. Çox maraqlı yerdir. Sağ olun.